Salam dostlar. Bu gün nəhayət öz maşınımı sizə ətraflı şəkildə təqdim etmək istəyirəm. Bu gördüyünüz 2026-cı il Changan Ocean X5 Plus Beyond Pro komplektasiyasıdır. Bu videoda sizə həm eksteryerini, həm salonunu, həm də gündəlik istifadə zamanı mənə ən çox maraqlı gələn funksiyalarını göstərəcəyəm. Maşının üzərində sonradan əlavə etdirdiyim bəzi funksiyalar da var. Gəlin elə kənardan başlayaq. İlk olaraq maşının görünüşündən başlayaq. Mənim fikrimcə, Ocean X5 Plus-un ən diqqət çəkən tərəflərindən biri məhz dizaynıdır. Öndən kifayət qədər aqressiv və sport görünüşü var. Böyük radiator barmaqlığı, LED işıqlar və ümumi kuzov forması maşına daha bahalı görünüş verir. Yan tərəfdən baxanda isə maşının kupevari, axıcı xətləri görünür. Kuzov ölçülərinə görə də kifayət qədər geniş avtomobildir və ailə istifadəsi üçün normal komfort təqdim edir. Arxa hissədə də dizayn kifayət qədər müasir görünür. Xüsusilə arxa işıqlar və ümumi bamper dizaynı məncə maşının xarakterini tamamlayır. Bir maraqlı xüsusiyyət də açarsız giriş və kənardan avtomobili işə salmaq imkanlarıdır. Yəni, açarı cibinizdə saxlayaraq müəyyən funksiyalardan istifadə etmək mümkündür. Burada isə mənim xüsusilə xoşuma gələn funksiyalardan biri panoramik tavandır. Tavan kifayət qədər böyükdür və salonu daha işıqlı və geniş göstərir. Xüsusilə gecə, şəhərdə və ya təbiətdə səyahət edəndə çox gözəl görüntü yaradır. İndi keçək salona. İçəri daxil olanda ilk diqqət çəkən şeylərdən biri böyük ekranlar və ümumi minimalistik dizayndır. Salon kifayət qədər müasir görünür. Sükanın üzərində idarəetmə düymələri var və sürücü üçün əsas funksiyalara rahat çıxış təmin edilir. Burada multimedia sistemi, avtomobil haqqında məlumatlar, müxtəlif parametrlər və digər funksiyalar idarə olunur. Səs sistemi də gündəlik istifadə üçün kifayət qədər yaxşıdır. Mənim maşınımda sonradan oturacaq qızdırıcısı da əlavə olunub. Yəni, Beyond Pro komplektasiyası olsa da, bu funksiyanı sonradan əlavə etdirmişəm. Xüsusilə qış aylarında bu funksiyanın çox faydalı olacağını düşünürəm. Salonda həm ön, həm də arxa sərnişinlər üçün kifayət qədər yer var. Oturacaqların forması da uzun yolda rahatlıq baxımından normaldır. İndi isə məncə avtomobildə ən faydalı funksiyalardan birinə keçək. 360 dərəcə kamera. Maşını park edəndə ekranda avtomobilin ətrafını demək olar ki, tam şəkildə görə bilirsiniz. Bu xüsusilə dar yerlərdə, bordürlərin yanında və geriyə park edərkən çox kömək edir. Kameralar avtomobilin ətrafındakı görüntünü birləşdirərək sürücüyə yuxarıdan baxış effekti yaradır. Mən gündəlik istifadə zamanı bu funksiyadan kifayət qədər çox istifadə edirəm. İndi keçək arxa hissəyə. Burada da mənim maşınımda sonradan əlavə etdirdiyim bir funksiya var. Avtomatik baqaj. Baqajı bir neçə üsulla açmaq mümkündür. Birincisi, salondakı düymə ilə. İkincisi, baqajın üzərindəki düymə ilə. Üçüncüsü isə pult vasitəsilə. Yəni, əliniz dolu olanda və ya maşının yanında dayananda baqajı açmaq kifayət qədər rahatdır. Baqajın həcmi də gündəlik istifadə üçün kifayətdir. Ailə ilə səyahət, alış-veriş və gündəlik əşyalar üçün normal yer var. Ümumilikdə, mənim Changan Ocean X5 Plus 2026 Beyond Pro haqqında İlk təəssüratım çox müsbətdir. Bu avtomobili seçəndə mənim üçün əsas məsələlərdən biri qiymətinə görə verdiyi avadanlıq idi. Müasir dizayn, panoramik tavan, 360 kamera, geniş salon, multimedia sistemi və müxtəlif elektron funksiyalar avtomobili kifayət qədər dolu göstərir. Üstəlik, mən sonradan oturacaq qızdırıcısı və avtomatik baqaj funksiyalarını da əlavə etdirmişəm. Əlbəttə, hər avtomobilin üstün və çatışmayan tərəfləri var. Mən də maşından istifadə etdikcə həm yaxşı tərəflərini, həm də qarşıma çıxan problemləri ayrıca videolarda paylaşacağam. Əgər Changan Ocean X5 Plus haqqında daha ətraflı videolar, yanacaq sərfiyyatı, real sürüş təəssüratları, multimedia sistemi, gizli funksiyalar, servis xərcləri və uzunmüddətli istifadə maraqlıdırsa, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Növbəti videolarda görüşənədək, sağ olun.